Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakıda daha 16 küçədə parklanma yerləri təşkil edilib. Onlardan 12-si ödənişli, 4-ü isə ödənişsiz parklanma yerləridir. Ödənişli parklanma məntəqələri Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarələr, 1-ci Yaşılada, Seyid Cəfər Bişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdonov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində yaradılıb. Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məqsədi Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq. Parkinqə tələbatın az olduğu ərazilərdə isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlilrıza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir. Xatırladaq ki, yol hərəkəti haqqında qanuna əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyə qədər parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22-dən saat 7-yə qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.